dövləti. Manna Azərbaycanın cənubunda yaranmışdı. Eramızdan əvvəl 9-cu əsrdə və Azərbaycanın ən qədim dövləti olub Manna. Yəni ki, Azərbaycanın ilk dövlətini bizdən soruşsa deyəcəyik Manna dövləti olmuşdu. Eradan əvvəl 9-cu əsrdə Azərbaycanın cənubunda yaranmışdı. Amma sizdən sual versə ki, Azərbaycanın ilk dövlət qurumu, dövlət qurumu soruşsa deyəcəksiniz ki, Aradda dövlət qurumu idi. Dövlət soruşsa Manna. Mannanın yaranmasının Azərbaycan üçün əhəmiyyəti nə oldu? Təbii ki də dövlətçiliyimizin əsası qoyuldu. Daha sonra Mannanın adına ilk dəfə biz eradan əvvəl 843-cü ildə Mannanın qonşuluğunda yerləşən Aşur dövlətinin hökmdarı 3-cü Salmanasarın kitabəsində görmüşük. Bu Aşur hökmdarı 3-cü Salmanasar öz kitabəsində deyir ki, mən Mannaya hücumlar etmişəm və biz burada görürük ki, ilk dəfə Mannanın adı 9-cu əsrdə çəkilib. Ona görə də deyirik ki, Manna dövləti 9-cu əsrdə yaranıb. Mannanın ilk hökmdarının adına və paytaxtının adına isə eradan əvvəl 829-cu ildə 3-cü Salmanasarın sərkərdəsinin hücumu zamanı görmüşük. Bu zaman Mannanın ilk hökmdarı, yəni bizə məlum olan ilk hökmdarı Udaki olub, Mannanın paytaxtı isə İzurt olmuşdu. Deməli, Mannanın ilk hökmdarı Udaki, paytaxt İzirtdir. Deməli, gəlin Mannanın ərazisinə bir dənə xəritədə də baxaq. Deməli, baxın, biz deyirik ki, bu Araz çayıdır, işarələdiyim. Bu Araz çayı Azərbaycanı ikiyə bölüb. Azərbaycanın yuxarısı, baxın, bura şimali Azərbaycandır, aşağı isə Cənubi Azərbaycandır. Elə Mannada bayaq sizə dedim ki, harda yaranıb? Cənubi Azərbaycan torpaqlarında. Cənubi Azərbaycanı necə asanlıqla tapırıq? Baxın, Urmiya gölünün köməyi ilə. Urmiya gölünün düz aşağısında elə Mannanın paytaxtı İzurtu yerləşir. Yaxşı. Mannanın qonşuluğunda da 2 dənə dövlət var idi. Urartu ilə Aşur. Elə Manna dövləti yaranandan bu dövlətlər nə edirdilər Mannaya? İşğalçı hücumlar edirdilər. Bunu da yadda saxlayın. Deməli, davam edək. Deməli, Mannada ən böyük vilayət Zamua vilayəti idi. Əvvəllər burada Lullubilə yaşadığına görə bu vilayət Lullub ölkəsi adlanırdı. Daha sonra Mannanın atçılıqla məşhur olan vilayəti Subi vilayəti idi. Hətta bu Subi vilayətini İlxi evi də adlandırırdılar. Bir də burada Şarrani var idi. Şarrani də bu vilayətin hakiminə deyilirdi Mannada. Deməli, elə bayaq dediyim kimi dövlət yaranandan qonşuluqda olan Aşurla Urartu dövlətləri nə edirdilər? Mannaya işğalçı yürüşlər edirdilər. Manna ictimai-siyasi quruluşuna görə necə dövlətdir? Quldar monarxiya dövlətdir. Monarxiya nə deməkdir? İrsən keçən hakimiyyət və bütün hakimiyyət kimin əlində cəmləşir? Hökmdarın əlində cəmləşir. Bu dövrdə quldarlıq dövrü olduğuna görə Manna quldar dövlətdir. Eyni Misir kimi, sonra Atropatena, Albaniya, bunlar hamısı quldar monarxiya dövlətdir. Deməli, eradan əvvəl 8-ci əsrdən Mannada hakimiyyət necə keçir? İrsən keçməyə başlayır və Mannada Ağsaqqallar Şurası var idi və bunlar necə orqan idi? Məsləhətçi orqan idi. Sizi necə saçdırar? Deyər ki, Mannada hökmdarın yanında Ağsaqqallar Şurası fəaliyyət göstərir. Bunlar qanunverici orqan olur. Xeyr, əgər burada hökmdar varsa, necə başqası qanun verə bilər? Hökmdar varsa qanunu hökmdar verəcək də. Ağsaqqallar Şurası sadəcə nə edirlər? Hökmdara məsləhət verirlər ki, bunu belə edə bilərsiniz. Yəni son qərarı kim verir? Hökmdar verir. Bunu qeyd kimi yazın kitabınıza. Yazın ki, Mannada Ağsaqqallar Şurası sadəcə məsləhətçi orqandır. Qanunverici orqan yazsa biz bu cavabı səhv götürürük. Baxın, bunu testlərdə diqqət edin. Testlərdə çox çaşdırar sizi bu sualda. Deməli, Mannanın ən qüdrətli hökmdarı İranzu olmuşdu. Eradan əvvəl 740-719-cu illərdə hakimiyyətdə olmuşdu. Yəni ki, eradan əvvəl 8-ci əsrin 2-ci yarısı. Yaxşı. Deməli, dediyimiz kimi İranzu ən güclü hökmdar idi. İranzu hakimiyyətə gələndən sonra qarşısına 2 dənə vəzifə qoydu. Dedi ki, mən Mannanı mərkəzləşmiş dövlətə çevirəcəm və Mannanı xarici hücumlardan nə edəcəm? Qoruyacam. Baxın, sizi çaşdırmaq üçün deyər ki, Mannanın ilk hökmdarı İranzu olub. Yox, İranzu sadəcə ən qüdrətli hökmdarı idi. Deməli, birinci baxaq İranzunun daxili siyasətinə. Daxil nə deməkdir? Yəni, dövlətin öz içində olan problemlər. Dediyimiz kimi, dedik ki, İranzunun birinci vəzifəsi nə idi? Daxilən Mannanı mərkəzləşmiş dövlətə çevirmək. Çünki İranzu hakimiyyətə gələndə Mannada vilayət hakimləri falan var idi. Onlar nə etmək istəyirdilər? Öz torpaqlarında, öz vilayətlərində özlərinə dövlət yaratmaq istəyirdilər. Mannaya tabe olmaq istəmirdilər. Ona görə də İranzu bunlara qarşı tədbirlər gördü. Neynədi? Bu vilayət hakimlərini öz işlərindən çıxartdı. Vilayət hakimlərinin yerinə İranzuya tabe olan nələr gətirdi, bura qoydu? Canişinlər qoydu. Canişin nədir? Elə vilayəti idarə edən şəxs idi. Və bununla da İranzunun dövründə, yəni neçənci əsrdə? 8-ci əsrdə Manna mərkəzləşmiş dövlətə çevrildi. Mərkəzləşmiş dövlət nə deməkdir? Bir mərkəzdən idarə olunur. Yəni ki, hər kəs kimə tabedir? Hökmdara tabedir. Deməli, 8-ci əsrdən Manna mərkəzləşmiş dövlət oldu və Mannada hansı sistem yarandı? Canişini sistemi yarandı. Ta Mannanın süqutuna qədər də bu davam edəcək. Yəni, Mannanın süqutuna qədər Manna mərkəzləşmiş dövlətdir və canişini sistemi mövcuddur.
Amma yaranması kimin dövründədir? İranzunun dövründə. Yəni ki, eradan əvvəl 8-ci əsrin ikinci yarısında. Deməli, İranzunun dövründə Mannanın sərhədləri Araz çayına qədər çatırdı. Bu oldu daxili məsələ. Gəldik xarici siyasətinə. Xarici siyasət nə deməkdir? Təbii ki də başqa dövlətlərlə olan münasibətlər deməkdir. Yəni xaric. Biz bayaq da dediyimiz kimi Mannada 2 dənə dövlətin hücumlarını görürük biz. Aşur dövlətinin, Urartu dövlətinin. İranzu da gördü ki, mən bunların ikisi ilə eyni vaxtda müharibə apara bilmərəm. Ona görə bir dənə taktika işlətdi. Neylədi? Getdi Aşur dövləti ilə yaxınlaşdı, müttəfiqlik yaratdı. Hansı dövlətə qarşı? Urartuya qarşı. Və beləliklə İranzunun hakimiyyəti dövründə Aşurla Manna arasında müttəfiqlik əlaqələri yarandı və İranzu Aşura xərac ödəməyə başladı, yəni vergi ödəməyə başladı. Deməli, hətta eradan əvvəl 735-ci ildə Aşurla Urartu dövləti arasında müharibə baş vermişdi. Təbii ki də bu zaman Aşur qələbə qazanmışdı və bu döyüşdə Manna sizcə kimin tərəfində olar? Təbii ki də öz müttəfiqi olan Aşurun tərəfində idi. Bu döyüşdən sonra İranzu nə etdi? Gördü ki, Urartu dövləti məğlub olub. Əvvəllər Urartu Mannanın torpaqlarını tutmuşdu, bir sıra torpaqlarını. Bax, həmin o torpaqları nə etdi İranzu? Azad edib Mannanın tərkibinə qatdı. Elə bu dövrdə Manna Azərbaycanın bütün cənub torpaqlarını öz hakimiyyəti altında birləşdirdi. Yəni İranzunun hakimiyyəti dövründə. İndi siz necə çaşdırar? Deyir ki, Manna dövləti İranzunun dövründə Azərbaycanın bütün torpaqlarını öz hakimiyyəti altında birləşdirdi. Xeyr, sadəcə hansı torpaqlar? Bax, cənub torpaqlarını. Yaxşı, baxın bunu bir dənə də xəritədə göstərək. Baxın, bütün Azərbaycan torpaqlarını birləşdirməsi üçün bütün Azərbaycanı birləşdirməlidir. Həm şimalı, həm də cənubu. Biz sənə deyirik? Deyirik sadəcə bu neylədir? Sadəcə cənub torpaqlarının öz ətrafında birləşdirir və sərhədləri şimalda hara qədər uzanır? Baxın, bu Araz çayına qədər uzanır. Yaxşı. Bunu da qeyd kimi yazın kitabınıza. Yazın ki, İranzu sadəcə Azərbaycanın cənub torpaqlarını birləşdirir. Bütün Azərbaycanı yox. Əgər bütün Azərbaycanı Manna birləşdirsəydi, biz buna vahid dövlət deyərdik. Amma Manna mərkəzləşmiş dövlət olsa da vahid dövlət deyil. Deməli, eradan əvvəl 735-ci ildəki döyüşdən sonra dedi ki, Urartu dövləti məğlub oldu, Aşurla Manna qələbə qazandı. Bu zaman Urartu hökmdarı 1-ci Rusa idi. Təbii ki də 1-ci Rusa burada məğlub olandan sonra qəzəblənir, deyir, neyniyim, öz əvəzimi necə çıxım bunlardan? Gedir Mannadakı vilayət hakimlərini İranzunun üzərinə qızışdırır. Deyir ki, İranzu mərkəzləşmiş dövlət siyasəti yeridir, sizi adam yerinə qoymur, siz ona qarşı nə qaldırın? Üsyan qaldırın. Təbii ki də vilayət hakimləri 1-ci Rusaya qanır. Əslində burada 1-ci Rusanın məqsədi nə idi? Mannanı daxilən zəiflətmək idi. Və vilayət hakimləri İranzunun mərkəzləşdirmə siyasətinə qarşı nə qaldırırlar? Üsyan qaldırırlar. Əvvəlcə Zikkertu vilayətində, Mannanın Zikkertu vilayətində baş verir bu proseslər. Daha sonra isə eradan əvvəl 719-cu ildə Şuandahul və Durduqa şəhərlərində İranzuya qarşı üsyanlar qalxır. İranzu bu dövrdə üsyanları yatırmaq üçün Aşurdan kömək istəyir. Çünki İranzunun o qədər də böyük qüdrəti yox idi ki, yəni hərbi cəhətdən qüdrəti yox idi ki, üsyanları yatırsın. Ona görə müttəfiqi Aşurdan kömək istəyir. Bu zaman Aşur hökmdarı 2-ci Sarqon üsyanları yatırmaq üçün nə edir? Gəlir Manna ərazisinə və üsyan qaldıran şəhərləri, vilayətləri dağıdır. Bunların əhalisini də nə edir? Köçürür Aşur dövlətinə ki, cəzalandırmaq üçün. Belə gərgin vəziyyətdə nə olur? İranzu vəfat edir. İranzu vəfatından sonra hakimiyyətə oğlu Aza gəlir. Eradan əvvəl 718-716. Yenə neçənci əsrdir bu? Eradan əvvəl 8-ci əsrin ikinci yarısı. Deməli, Azad atasının siyasətini davam etdirir, Aşuriya dövləti ilə müttəfiqlik əlaqələrini saxlatdırır. Lakin ölkəni gücləndirmək üçün tədbirlər görsə də Aza o qədər də uğurlu olmur. Və Aza eradan əvvəl 716-cı ildə Uaş, yəni indiki Səhənd dağ yaxınlığındakı döyüşdə öldürülür sui-qəsd nəticəsində. Deməli, bu vəziyyətdən istifadə edən Urartu hökmdarı 1-ci Rusa görür ki, Manna dövləti başsız qalıb, hücum edir Mannaya və Mannanın şimal-qərb vilayətlərini qarət edir və Mannanın 22 dənə qalasını ələ keçirdir. Bu gərgin vəziyyətdə isə hakimiyyətə Azanın qardaşı Ullusunu gəlir. Eradan əvvəl 716, eradan əvvəl 680-ci illərdə. Ullusun hakimiyyətə gələn zaman gördüyümüz kimi vəziyyət gərgindir. Həm hakimiyyət uğrunda mübarizələr gedir, həm Urartu hökmdarı 1-ci Rusa Mannanın bir sıra qalaların şəhərlərini ələ keçirir. Yazıq Ullusunu da qalır çıxılmaz vəziyyətdə. Neynəyir? Urartu dövlətindən, yəni ki 1-ci Rusadan asılı hala düşür. Yəni ki Aşur dövləti ilə ittifaqı pozur, yaxınlaşır kimlə? Urartu dövləti ilə. Digərlərindən İranzudan, Azadan fərqli olaraq. Deməli, təbii ki də bunu eşidən Aşur hökmdarı 2-ci Sarqon qəzəblənir. Çünki niyə? Əvvəlki müttəfiqi gedir düşməni ilə yaxınlaşır. Ona görə də 2-ci Sarqon eradan əvvəl 716-cı ildə hücum edir Manna üzərinə ki, sən necə məndən ittifaqdan çıxarsan, gedib yaxınlaşarsan Urartu ilə. Bu zaman Urartu Ullusuna köməklik göstərmir. Yazıq Ullusun da qorxusundan nə edir? Ölkədən qaçır.
İkinci Sargon isə bu yürüyüş zamanı paytaxt İzirtunu yandırır və bir neçə şəhəri dağıdır. Deməli, paytaxt İzirtunun yandırılması neçənci il oldu? Eradan əvvəl 716-cı il Ulusunun dövründə Sargon tərəfindən yandırılır. Lakin bir müddətdən sonra Ulusunu gəlir 2-ci Sargonun yanına, ondan üzr istəyir, ayaqlarına qapanır ki, mən elədim, sən eləmə, məni əfv elə. Bu zaman 2-ci Sargon da böyüklük deyir, məndədir. Ona görə nə edir? Ulusunu əfv edir və yenidən Aşurla ittifaqı bərpa edir Ulusunu. Biz burada görürük ki, Ulusunu həm Aşurla ittifaqdan çıxıb, həm də yenidən Aşurla ittifaqı nə edib? Bərpa edib. Ona görə qeyd kimi yazın ki, kitabınızda Ulusunu ilə Urartunun müttəfiqliyi, yəni 1-ci Rusla müttəfiqliyi uzun müddətli olmur. Çox qısa müddətli olur. Sonra niyə? Çünki sonradan Ulusunu yenə Aşurla yaxınlaşır. Ulusunun dövründə üsyanlar baş verir, eyni İranzuda olduğu kimi. Bir də ki, eradan əvvəl 715-ci ildə yenidən Aşur dövləti ilə Urartu arasında müharibə olur. Və bu müharibədə təbii ki də Aşur dövləti qələbə qazanır. Eradan əvvəl 714-cü ildə Aşur hökmdarı 2-ci Sargonun Mannaya uğurlu bir yürüyüşü olur, ən uğurlu yürüyüşü. Bu yürüyüşdə 2-ci Sargonun 3 dənə məqsədi var idi. 1. Mannanı Urartu təcavüzündən qorumaq. 2. Mannada Aşur dövlətinin mövqeyini möhkəmləndirmək. Üçüncüsü də ki, nə idi? Mannadan xərac almaq idi ki, Aşur xəzinəsini doldursun. Bu yürüyüşün gedişində Manna ilə, yəni ki, Ulusunu ilə Aşur hökmdarı 2-ci Sargon arasında Sirdaqqa müqaviləsi imzalanır. Elə neçənci ildə? 714-də. Bu müqavilənin şərtləri nə idi? Manna dövləti Aşura xərac verəcəkdi, yəni pul verəcəkdi. Bunun əvəzində də Aşur dövləti Mannanı Urartu tərəfindən olan hücumlarından qoruyacaqdı və Urartu tərəfindən tutulan Manna torpaqlarını geri qaytaracaqdı. Bu böyük yürüyüşün nəticəsi nə olur? Urartu hökmdarı 1-ci Rusa məğlub olur və 1-ci Rusa qorxusundan nə edir? Özünü öldürür. Manna Urartu tərəfindən tutulan bütün torpaqlar azad edilir. 2-ci Sargon yürüyüşü davam etdirərək gedir Urartu dövlətinin içərilərinə doğru və bununla da Urartu bir daha Mannanın daxili işlərinə baş qoşmur və zəifləyir. Sizi çaşdırmaq üçün deyir ki, bu dövrdə Urartu dövləti süqut edib. Yox, süqut etmir. Sadəcə nə olur? Zəifləyir. Bir də Mannaya daxili işlərinə baş qoşmur. Mannaya daha hücum etmir. Deməli, kimin yürüyüşü nəticəsində Urartu tərəfindən tutulan Manna torpaqları tamamilə azad ediləcək, deyəcək 2-ci Sargonun yürüyüşü nəticəsində Ulusunun dövründə. Bir də bu Ulusun 2-ci Sargonun şərəfinə yazılı abidə qoydurub. Bunu da yadda saxlayın. Deməli, daha sonra Ulusundan sonra hakimiyyətə Ahşeri gəlir. Eradan əvvəl 675-650. Neçənci əsrdə yaşayıb bu? Eradan əvvəl 7-ci əsrin 1-ci yarısında. Deməli, Ahşerin dövründə Manna dövləti o qədər güclənmişdi ki, artıq Ahşeri başladı nə etməyə? Müstəqil xarici siyasət yeritməyə. Dedi, mən heç kimdən asılı deyiləm. Hətta bu nə etdi? Aşuriya ilə ittifaqı pozdu, eyni Ulusunu kimi. Ulusunu da ilk vaxtlar pozmuşdu dediyimiz kimi. Aşurla ittifaqı pozdu. Hətta getdi Aşur torpaqlarına nə etdi? Hücumlar etdi. Yəni ki, bunu da qeyd kimi yazın. Sizə sual versəm ki, Aşur torpaqlarına hücum edən Manna hökmdarı kimdir? Deyəcəksiniz Ahşeridir. Deməli, bu dövrdə Ahşeri Aşurla ittifaqı pozub kimlərlə yaxınlaşdı? Kimir, İskit, Sak tayfaları ilə. Deməli, Kimir, İskit, Sak tayfaları eradan əvvəl 7-ci əsrdə Azərbaycanda məskunlaşmışdılar və çox güclü tayfalar olduqdan hərbi cəhətdən Ahşer onlarla nə etmişdi? Müttəfiqlik əlaqələri saxlamışdı. Öz ordusunu daha da genişləndirsin deyə. Təbii ki də bu xəbəri eşidən Aşur hökmdarı yenə qəzəblənir ki, mən sizə deyir o qədər yaxşılıq edirəm, amma siz gəlib məndən nə edirsiniz? İttifaqdan həmişə çıxırsınız. Bu zaman Aşur hökmdarı Aşurbanipal idi. Yaxşı, baxın, Ahşerinin ası, Aşurbanipalın ası. Aşurbanipal ilk olaraq gedir İskitlərlə nə edir? Danışıqlar aparır, onlara hədiyyələr verir və onların bir tərəfliyinə nail olur. İskitlər kim idi? Ahşerinin müttəfiqləri idi. Çünki İskitlər çox döyüşkən xalq idi. Aşurbanipal qorxur ki, mən Mannaya hücum etsəm, bu İskitlər məni məğlub edəcək. Ona görə onlarla müqavilə imzalayır və onların bir tərəfliyinə nail olur. Bir tərəfliyi nə deməkdir? Deyir ki, siz nə Mannaya kömək edəcəksiniz, nə də ki, Aşura kömək edəcəksiniz. Bir tərəf qalacaqsınız. Bundan sonra eradan əvvəl 650-də Aşurbanipal hücum edir Manna üzərinə, yəni Ahşerin üzərinə. Bu zaman Manna dövləti məğlub olur. Aşurbanipal paytaxt İzirtunu yandırır, eyni kim kimi? 2-ci Sargon kimi. Və Mannada olan əhalini, mal-qaranı qənimət kimi aparır Aşur dövlətinə. Və biz buradan görürük ki, həm 2-ci Sargon, həm də Aşurbanipal Mannanın paytaxtını nə ediblər? Yandırıblar. Deməli, və bu zaman ilə 650-ci ildə Ahşeriyə qarşı üsyan qaldırırlar əhali və bu üsyan nəticəsində Ahşeri öldürülür. Deməli, sui-qəsd nəticəsində öldürülən Azadır, üsyan nəticəsində öldürülən Ahşeridir. Deməli, Ahşerdən sonra hakimiyyətə Uali gəlir.
Eradan əvvəl 650-dən 630-a qədər. Görürük ki, bu Mannanın sonuncu hökmdarı deyil. Bəzən sizə çaşdırmaq üçün deyir ki, Uali Mannanın sonuncu hökmdarıdır. Yox, bundan sonra da olub, amma bizə məlum deyil bunlar. Deməli, Uali atasından fərqli olaraq, yəni Aşşurdan fərqli olaraq Aşurla, yəni Aşur dövləti ilə nə edir? İttifaqı yenidən bərpa edir və bir dənə bunu bilirik buna aid. Başqa desəm bilmirik. Deməli, eradan əvvəl 690-cı ildə Mannanın qonşuluğunda yerləşən Midiya dövləti Manna üzərinə yürüş edir və bu yürüş nəticəsində Manna dövləti süqut edir və elə 590-cı ildə Manna adlanır Kiçik Midiya. Deməli, 590 da eradan əvvəl 6-cı əsrin əvvəlləridir. Deməli, Mannada əhali 4 qrupa bölünürdü. Birinci yerdə təbii ki də varlılar olur həmişə, yəni əyanlar. İkinci yerdə sənətkar, üçüncü yerdə kəndlilər, dördüncü yerdə təbii ki də adam yerinə qoyulmayan qullar. Deməli, müasir dövrümüzdə, yəni ki 1956-cı ildə arxeoloqlar Urmiya gölünün ətrafında, yəni Azərbaycanın cənubunda Urmiya gölünün ətrafında qazıntı işləri apararkən burada 2 dənə yaşayış məskəni tapırlar. Zivyə və Həsənli yaşayış məskəni. Zivyə və Həsənli yaşayış məskənindən tapılan materiallar bizə göstərir ki, Mannada metal işləmə və sənətkarlıq nə olub? Yüksək səviyyədə inkişaf etmişdir. Çünki niyə? Həsənlidən tapılmışdı qızıl cam, Zivyədən tapılmışdı gümüş sini. Baxın, qızıl camın lısı, Həsənlinin lısı, yəni qarışdırsız belə yadda saxlayın. Bu qızıl camın üzərində bir sıra tanrılar təsvir olunmuşdu. Bu da bizə göstərir ki, Mannada dini inanclar nə olub? Çox tanrılıq. Deməli, Həsənlidəki qızıl cam bizə nəyi sübut etdi? Mannanın çox tanrılı olduğunu. Bundan başqa parça qalıqlar da tapılıb Həsənlidən, iri şərab küpləri. Zivyədən isə sini tapılmışdı. Bu sininin üzərində hieroqlif yazı ilə işarələnmiş yazılar tapılmışdı və bu da bizə göstərir ki, Mannada hansı yazı mövcud olub? Hieroqlif. Biz bir də hieroqlifi harda görmüşdük? Misirdə və Çində. Bir də ki, Mannada hieroqliflə yanaşı Mixi yazı da olub. Mixi. Mixini də harda görmüşdük? Şumerdə. Daha sonra Həsənlidən bir də ritonlar tapılıb. Nə deməkdir riton? Buynuz formalıdır, yəni heyvanların buynuzundan hazırlanırdı. Bir qab idi. Şərab içmək üçün bir qab, qədəh. Deməli, Mannadakı bəzi qeydlərə diqqət edin. Bunu öz kitabınızda da yazarsınız. Əslində dərsdə yazdırmışdım. Bax, paytaxt İzirtunun yandırılması 2 dəfədir. Bir, eradan əvvəl 716-cı ildə 2-ci Sarqonun dövründə idi. Bir də eradan əvvəl 650-ci ildə Aşurbanipalın dövründə idi. 2-ci Sarqonun dövründə Manna hökmdarı Ullusunudur. Aşurbanipalın dövründə isə Manna hökmdarı Ahşeridir. Daha sonra Ullusunu ilə Ahşerin oxşar xüsusiyyətləri. Hər ikisi Aşurla ittifaqdan çıxıb, hər ikisinin dövründə paytaxt yandırılıb və hər ikisinə qarşı üsyanlar qalxıb. Bunu yazırsınız kitabınıza, gələndə soruşacağam. Deməli, baxın, eradan əvvəl 719-cu ildə Şandahı və Durduqqa üsyanları zamanı 2-ci Sarqon Manna əhalisini köçürdüb hara? Aşura. Eradan əvvəl 650-ci ildə Aşurbanipalın Mannaya hücumu zamanı isə Mannanın əhalisi mal qarası qənimət kimi, yəni qarət edilib, qənimət kimi aparılıb Aşur dövlətinə. Yaxşı. Bunlara diqqət edin.